Bugünkü günümüzdə artıq həqiqətən də, yəni bu məsələ artıq geniş, yəni yayılmaq üzrədir və bir çox qardaşlar, yəni qəflətin içində artıq Türkiyədə həmən bu gedib təşkilatın artıq tərkibinə qoşulublar və demək olar ki, artıq onlar bu bidəti artıq qəbul eləyiblər və bidəti artıq yaymaq üzrədirlər, artıq yəni ilə yaxındır ki, yəni bu bidəti yaymaq üzərindədirlər və sadəcə kiçik bu nəsiyyətimiz idi ki, yəni hətta bilən olsa, yəni oradan bir ucundan, qulağına səs gəlsə ki, filan kəsin kitabıdır, filan sözdür, filan hərəkətdir, daimən agah olsunlar ki, onlar artıq yəni bidət cəmaatlardır və ikinci isə həmən bu bidət cəmaatı barəsində yəni danışmağımızdan məqsəd deməz, ikinci bir yəni məsələdir, o da qədəri inkar edən, yəni Türkiyədə mövcud olmuş Mustafa İslamoğlu'nun yəni təbliğatı ilə bağlıdır və həqiqətdə o insan, yəni tanıyanlar, qulaq asanlar, yəni onun kitablarından, onun görüntülərindən, səs yazmalarından qulaq asanlar, o artıq bilirlər ki, bu insan demək olar ki, qədəri inkar edən bir şəxs kimi artıq tanınıb. Yəni, o barədə ki, o insan hətta deyilsə də belə, o insan qədəri inkar eləmir, sadəcə rukundan görmür və s. Bütün bunlar hamısı nədir? Bir şeydir. Yəni, qədəri inkar elədi və ya rukundan görmədi, hamısı nədir? Eyni məsələdir. Çünki artıq bu insan öz yazılarında, görüntülərində, hətta bəzi sual cavablarında bildirib ki, yəni o qədər məsələsi İslama fəlsəfələrdən gəlib keçib və s. Bütün bunlar hamısı artıq yəni bidətdir və o insan da yəni bidət əhlidir və bacardığınız qədər o insanın kitablarından, kasetlərindən, görüntülərindən qardaşları çəkindirmək lazımdır. Çünki bunun dəvətinin tarixçəsini bilənlər bilir ki, o insan məhz əhl-i-sünnənin içərisində, yəni şiələrin vasitəsi ilə əhl-i-sünnəni parçalamaqdan ötürü gələn, yəni bir şəxsdir. Çünki Türkiyə şiəlik adı ilə tanımayıb, Türkiyə əhl-i-sünnə kimi tanınıb və demək olar ki, Türkiyədə şiələrin faizi 5-4% təşkil, o da təxminən Suriyada dövlətinə yaxın, yəni Antakiyada 3-4% təşkil edirlər. Yəni qalan isə bütün türk cəmaatı nəyə nisbət olunur? Sünniliyə nisbət olunur. Və belə bir şəxsin, yəni türk dilində, türklərin adı ilə danışmağı, yəni bir çox əhl-i-sünnə məzhəbini əməli başına inəyib, yəni çaşdırıb. Yəni onun o danışıqlarını, yəni əhl-i-sünnə kimi qəbul edib və ona qulaq asıblar və tədricən isə artıq kifayət qədər həmən o insanın, yəni belə desək, qulaq asan şəxsləri var və kitab oxuyan oxucuları var. Yəni həmən o şəxsin danışıqlarına qulaq asanlar və kitablarını oxuyan kifayət qədər oxucular var ki, hətta bəzi hallarda həmən avam insanlardan, yəni onun müdafiəsinə belə neynirlər? Yəni qalxırlar. Və bizim də yəni borcumuz, yəni hər bir özünü əhl-i-sünnə, sələf-i salihin yəni yolunda gedən, yəni sələf-i salihin mənhəcini daşıyan, onu müdafiə edən, onu qoruyan, onu yayan hər bir müsəlman, yəni bacardığı qədər əhl-i-sünnənin yolunu neynəməlidir? Bidətdən qorumağa çalışmalıdır. Və bu bidətdən də qorumağın yolu məhz o cür insanlara daimə neynəmək lazımdır? Rədd etmək lazımdır. Yəni, hər dəfə yeni bir bidət çıxanda əhl-i-sünnənin borcu odur ki, o bidətini bəyan eləsin. Çünki qədər məsələsi heç də müasir bir məsələ deyil. Qədər məsələsi İbn Ömər radiyallahu dövründə artıq meydana gəlmişdir. Çünki Basra Küfadan gələnlər, deməli İbn Öməri Məkkədə həcc vaxtı görürlər və deyirlər ki, bəs səni axtarıq, belə bir sualımız var. Dedilər, bəs bizdə belə bir insanlar çıxıb, deyirlər ki, qədər yoxdur, qədəri inkar edirlər, deyirlər, qədər insanlar özləri öz əməllərin edəndən sonra bilirlər və dedi, gedin onlara deyin ki, İbn Ömər onlarda nədir? Bəri, yəni onlardan uzaqdır. Və sonra o, Ömər radiyallahu anh'ın İslamın və iman ərkanları barəsində olan hədisini gətirdi və orada bəyan elədi ki, qədərə iman nədəndir? İmanın rukunlardan, yəni 6, yəni şərtindən, yəni biridir.
və bunu bildirdi və sonra isə artıq insanlara çatdırdılar və bugünə kimi də demək olar ki, həmən insanların, yəni həmən qədəri inkar edənlərin arxasınca gedən kifayət qədər, yəni insanlar var ki, və onlardan bir də məhz bugünkü günümüzdə həmən Mustafa İslamoğlu və ona ittiba eləyənlərdir ki, məhz onun təbliğatını, dəvətini aparırlar ki, və məhz əhl-i-sünnə kimi hər birimizin borcu məhz digər əhl-i-sünnə qardaşlara yəni bəyan eləməkdir və bacaran qədər onların kitablarından, danışıqlarından insanları yəni təhsil etmək, yəni çəkindirmək yəni lazımdır. Çünki həqiqətən insan qulaq asır və gözəl danışır, gözəl üslub və deyir ki, bunda heç bir problem yoxdur, mən bunda heç bir problem görmürəm. Yəni, yenə biz qeyd edirik ki, yəni, nədəsə problemin olmağını görmək hər adamın ixtisası deyil. İnsan var ki, 30 ildir sürücü işləyir, maşının hər hansısa bir yerinə xarab olan içindən başlasın. Bəlkə də elementar bir şurub bağlamaq lazımdır və ya da başqa bir provulka, məftil qırılıb bir-birinə bağlamaq lazımdır. Xəbəri yoxdur. Yəni, indi onda eyib deyil. Eyib deyil. Çünki bunun ixtisası nədir? Sürücüdür. Və bir insan da əgər 10 ildir, 15 ildir ibadət edir və yaxud da ki, digər kitab tərcümə edir və yaxud da ki, İslam yolunda çalışırsa, onun ixtisası elm olmayıb, yəni bidəti öyrənmək, əhl-i-sünnə mənhəcini olmayıbsa, o belə xataları bilə bilməz. Ona görə heç bir, yəni burada eyib bir şey yoxdur, kimsə deməsin ki, mən bilmirdim, hamı bilməyə bilər. Yəni, hamının bilməsi şərt deyil, müəyyən bir qism insanların bilməsi şərtdir ki, məhz onlar bəyan edir və insanlar da həmən o bəyanatdan sonra ayrılırlar və görürlər ki, həqiqətən də, yəni bu insanda filan xatalar var və onun hər bir dəvətindən, istər görüntülü, istər səsiyəlmə, istər kitabından və digərindən, yəni çəkindirmək lazımdır ki, və bu da daimən də tarix boyu, yəni belə olur. Tarix boyu belə olur ki, hər bir bidət çıxır və o bidət sonra əhl-i-sünnə və sələflər ona qarşı mübarizə aparırlar və o bidət dəf olunur və müəyyən müddətdən sonra yeni bir bidət çıxır və həmişə də belə yəni davam edir. Və bu baxımdan da yəni bilməyənlər də qoy qardaşlara çatdırsınlar və bidət əhli daimən bəyan olunmalıdır və bidətdən yəni çəkilməlidir və qeyd etdiyimiz kimi xüsusən də sələflər o bidətçilər ki, hansılar ki, insanlar onlarla dəvət etmirlər, yəni edə bilmirlərsə, ümumiyyətlə onlarla oturub durmaqları, yəni düzgün deyil ki, çünki əks halda o onun bidətinə neyəcək? Təsirinə, yəni düşəcək. Və inşallah, yəni Allahın izni ilə, yəni çatdırmaq istədiyim məsələ bu məsələ idi və həqiqətdə kimlərsə bunu təkrar və yaxud da ki, eyni şeyi deyirlər, deməsin. Çünki tarix, daha doğrusu İslam 1400 nə olur? Təkrarlanır. Yəni, əslən, kimsə yeniliyi gətirirsə, ona rədd olunmalı. Yoxsa ki, İslam 1400 təkrarlanır. Yəni, bugün sən İslama gəlmirsən, dəstəmazı öyrənmirsən, sabah başqası gəlir, o da dəstəmazı öyrənir. Və onu öyrədəndə sən eşitirsən, o demək deyil ki, təkrar. Təkrar sənin üçün təkrardır. Onun üçün nədir? Yəni, yenidir. Və əslən, kimsə yenilik gətirirsə, o nə sayılır? Bidətçi sayılır. Yoxsa ki, İslam 1400 nədir? Yəni, təkrarlanır və hər dəfədə əhl-i-sünnə onlara qarşı, yəni sələf yoluna qarşı bidətçilər çıxarsa, onun yolunda, onu müdafiə eləmək, sələf mənhəcini, sələf yolunu onlardan təmizləmək, özlərinə borc bilirlər və bu da əhl-i-sünnənin digər firqələrdən olan, yəni xüsusi bir vəzifəsidir ki, yəni bu vəzifəni digər firqələr, digər məzhəblər icra etmirlər, edə də bilmirlər və edə də bilməzlər. Çünki onların kifayət qədər o barədə elmləri yoxdur ki, həmən bidətən inəsinlər, rədd qaytarsınlar. Və biz İmam İbn Teymiyyə Rəhməllahın, yəni Şeyxülislam İbn Teymiyyə Rəhməllahın yəni sözlərinə müraciət etsək ki, İbn Teymiyyə Rəhməllah, yəni gözəl bir sözü var ki, dedi ki, yəni nə qədər ki firqə var, hamısını oxudum, hamısını öyrəndim və hamısını neynədim? Rədd qaytardım. Və bugünkü gündə də hər bir bidətə qarşı rəddiyələrdə hökmən Şeyx İslamın İbn Teymiyyə Rəhməllahın sözü nədir? Qızıl sözlərlə yazılır. Çünki o insanın ömrü boyu,
yəni vaxtını türmələrdə keçirilməsi, yəni həbslərdə olma, cəzalarda olmasının səbəbi də məhz onun kimsənin toyuğuna daş atması deyildi. Yəni cihaddan boyun qaçırması deyildi. Vergi verməyə görə deyildi. Hakimə qarşı çıxmağa görə deyildi. Yəni kimlərsə bəzə deyir ki, türmədə yatmayan alim olmur, yatmayan alim olmaz. Yəni, hamısı boş söz. Yəni, misal İbn Teymiyyə Rəhmalanı gətirirlər. Yəni, İbn Teymiyyə Rəhmala dediyimiz kimi nə vergilərə görə, nə hökumətdən pul yeyintisinə görə, nə kiməsə əl qaldırına görə, nə hakimə qarşı çıxdığına görə, nə cihaddan boyun qaçına görə həbsdə olmayıb. İbn Teymiyyə Rəhmalanın həbsdə vaxt keçməsinin əsas səbəbi də məhz həmən biddətçilərə qarşı rəddiyələri olub. Yəni, daimən İbn Teymiyyə Rəhmallah onu özündə nə bilib? Borc, vəzifə, vaciblik. Çünki İbn Teymiyyə Rəhmallah onu kafirlərlə qarşı olan cihaddan, yəni üstün sayıb. Çünki kafirə qarşı hər bir silah tutan insan cihad edə bilər. Ancaq bidətliyə qarşı hər kəs cihad edə bilməz. Və biz də Allah sonra dua edir ki, Allah sonra bizi Sələf-i Salihin yolunda, mənhəcində, əqidəsində, məzhəbində sabit eləsin. Bizi Peyğəmbər s.ə.v-in yolunda gedənlərin yolunda sabit eləsin və bizə hər zaman bidətçilərə qarşı mübarizə aparmağı, onlara qarşı haqqı bəyan eləməyi nəsib eləsin. O qardaşlarımız ki, yəni o cür yollara düşüblər, o cür müsəlman qardaşlar və digər yollara düşüblərsə, biz Allah Subhanahu səmimi qəlblə, yəni arzu edirik ki, dua edirik ki, Allah Subhanahu onlara hidayət eləsin. Allah Subhanahu onların qəlbinə Sələf-i Salihin mənhəcini, yəni bəyan eləsin. Onlar haqqı haqq kimi öyrənsinlər və haqqı ittib eləmək onlara nəsib olsun və batili batil kimi göstərsin və batildən qorumaqlarını onlara nəsib eləsin. Və düzünü Allah bilir. Və sallallahu Muhammedin və aləli Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.